Putin tamaşaçılara öz mətbəxini göstərir. Soyuducunu açır və qonağına kefir təklif edir. Bu görüntülər Putinin 25 illik hakimiyyətinə həsr olunmuş filmdəndir. Putinin təbliğatçısı kimi tanınan aparıcı Pavel Zarubin ondan soruşur ki, mətbəxdə yeməyinizi özünüz hazırlayırsınız, kefiri ki özümüz süzə bilərik. Masanın üzərində Belarus prezidenti Lukashenko'nun hədiyyə etdiyi şokolad da var. Belarus şokoladı çox dadlıdır. Daha sonra Zarubin soruşur ki, istifadə etdiyi qidaların hamısı Rus məhsullarıdır. Все российское, да? Əlbəttə, başqa kimin ola bilər? Rusiya prezidenti müxbirə evindəki kilsəni də göstərir və deyir ki, vaxtaşırı ibadət edir. Putin üçün evinin ən vacib hissəsi isə idman zalıdır. Onun idmanla məşğul olduğunu çox adam bilir. Putin gənc yaşlarından cüdo üzrə qara kəmər sahibidir. Zarubin Putinə şəxsi sual da verib. Nəvələriniz gözlənilmədən zəng edib sizə qonaq gələ bilərlər? O isə cavab verir ki, edə bilərlər, amma mən məşğul adamam, onlar da bunu bilir. Aparıcı Putindən bunu da soruşur. Son 25 illik yol hamar olmayıb. Elə olubmu ki, fikirləşəsiniz, bütün bunlar mənim nəyimə lazımdır axı? И зачем мне это нужно? Нет, Никогда не было такого. никогда. Heç vaxt.